Rəhimli Allahın adıyla. Bəli, imamlar haqqında danışmaq böyük bir mükafatdır bizlər üçün bugünkü gündə. İmam Rıza bizim 8-ci imamımızdır. Müseyib Kazımın oğludur İmam Rıza. Və İmam Rızanın həyatını biz 3 mərhələyə bölə bilərik. Bunlardan birinci mərhələ Müseyib Kazım zindanda olduğu zaman bilirik ki Abbasilər xəlifəsi dövrünə düşür, Harun Rəşidin dövrünə düşür onların həyatı və Müseyib Kazımın şəhadətindən sonra, zəhərlənib öldürüldükdən sonra o vaxt İmam Rızanın 35 yaşı var idi və imamlıq ona təhvil verildi. O Harun Rəşidin dövründə yaşadı. O bir hardası 15 il demək olar ki və bu zaman Harun Rəşidə gəlib tez şikayət edirdilər ki, bəs İmam Rıza öz imamlığını, öz vilayətini çox kəskin surətdə təbliğ eləyir, yəni çoxlu tələbələr yetişdirir, insanlar ona hörmət eləyirlər, dəyər verirlər. Harun Rəşid də belə cavab verir ki, mən Müseyib onun atasına elədiyim elə bəsdir, bu qədər. Çox önəm vermir İmam Rızaya. Sonra Harun Rəşidin ikinci oğlu Əminin vaxtında, Məhəmməd Əminin vaxtında o qədər də yenə İmam Rıza öz fəaliyyətini davam elətdirə bilir. Artıq gəlir deməli Məmun, Harun Rəşidin oğlu Məmun hakimiyyətə keçdiyi zaman Məmunun İmam Rızanı nəzarətdə saxlamaq üçün deməli Mədinə şəhərindən onu Xorasan şəhərinə dəvət eləyir. Düzdür, İmam Rıza gəlmək istəmir. Çünki orada onun çox böyük hörməti var idi, izzəti var idi. İnsanlar ona çox böyük dəyər verirdilər, hörmət eləyirdilər və onu imam kimi qəbul edib, onun sözünə eşidir və ondan məsləhətlər alırdılar. Və bu da deməli Məmunu çox qəmgin edirdi. Onu dəvət etdi Xorasana və hətta ona öz deməli xəlifəliyini təklif etdi. Lakin İmam Rıza onun xislətindən agah olduğu üçün demək olar ki, təkzib etdi. Çox təzyiqlərdən sonra İmam Rıza onu vəliəhd kimi, yəni Məmunun vəliəhdi kimi bu vəzifəni qəbul etdi. Burada bir çox Məmunun demək olar ki, xislətində nə vardı ki, İmam Rızanı insanların gözündən salsın və onu doğrudan da hakimiyyət deməli istəkli olduğunu sübut eləsin və özünə həm də insanlar arasında özünə hörmət qazanmaq üçün deməli İmam Rızanı öz vəliəhdi elan etdi. Sonra İmam Rıza məcburi təzyiqlər nəticəsində qəbul etsə də, ancaq demək olar ki, Məmun istədiyinə nail ola bilmədi. Əksinə demək olar ki, Məmuna bir çox məsləhətlər verir. Hətta o bu şərtlə qəbul eləmişdi ki, mən dövlət işlərində iştirak eləməyəcəyəm. Və Məmuna təzyiqlər göstərir və artıq Məmun görürdü ki, bunu idarə edə bilmir. Başladı digər dinlərdən olan alimləri dəvət etməyə, məclislər qurmağa. Eynilə o bizim Peyğəmbərimizin dövründə Yahudi alimləri yığılırlar, Məkkə müşrikləri ilə gəlirlər, Peyğəmbərimizə suallar verirlər. Eynilə də bu cürə gəldilər ki, yığışıb tez-tez məclislər eləyir ki, deməli İmam Rızanı gözdən salsın, onun savadsız olduğunu görsətsin. Ancaq İmam Rıza da bildiyimiz kimi lədun elminə, Nəsut elminə sahib idi. Lədun kainat elmləri, Nəsut da yer üzünün elmləri idi və bunlara sahib idi və bütün kitabları demək olar ki, çox gözəl bilirdi. Oradakı qissələrdən xəbəri var idi, kainat elmlərindən xəbəri var idi. Çünki Allah-u Teala Peyğəmbərimizə bu elmləri vəhy eləmişdi. Cəbrail əleyhissalam vasitəsilə ona suallar verildiyi zaman, bir də Peyğəmbərimiz miracıda olanda 7 göydə olan, 7 qat göylərdə olan Peyğəmbərlər öz elmlərini Allahın əmri ilə Peyğəmbərimizə vermişdilər. Hətta Sidre-i Müntəhada, kürsüdə, Ərş-i Əlada Allah Teala Peyğəmbərimizlə, yəni qəlb gözü ilə söhbət etmiş və ona digər elmlər
elmlərdən də xəbərdar etmişdi. Və Peyğəmbərimiz də bu elmləri demək olar ki, yalnız Həzrət Əliyə, onu Cəfr elmi də deyirlər, Həzrət Əliyə əmanət etmiş və ondan sonra gələcək imamlara deməli, bu elmləri vermişdi. Biz 6-cı İmam Cəfər-i Sadiqin dövründə Allah Teala'nın izni ilə həm də Əməvilərin 90 il hakimiyyətindən sonra Abbasilərin o 500 il hakimiyyətin əvvəli idi ki, bir şərait mümkün yaranmışdı. Cəfər-i Sadiqi 4000 tələbə şagird deməli hazırladı və bu elmlərdən azca sızdırdı. Bugün demək olar ki, yer üzündə, istəyir Avropa ölkələrində, istəyir bizim digər ölkələrdə Cəfər-i Sadiqin elmindən başqa, demək olar ki, bildirdiyi elmdən başqa elmi yoxdur. Və sonra bildiyimiz kimi xaç yürüyüşü oldu və həmin elmləri mənimsədilər Avropalılar və İslam dinində pərakəndəlik saldılar, təriqətlər yaratdılar ki, İslam dini zəifləsin. İndi gəlirik yenə İmam Rızanın həyatına. İmam Rıza bütün elmlərdə suallara cavab verir, görürdülər ki, bütün elmlərdən xəbərdardır və bu məmunu çox qəzəbləndirirdi. Onun nəfs əmmarəsini idarə edə bilmirdi. Onun rəzalətləri onu boğurdu, paxıllıq hissi, ondan sonra həsəd hissi artıq məmun dözə bilmirdi. Bu İmam Rızanın şəhadətə yetirilməsinin digər səbəbi ona göstərilir ki, deməli o dövrdə Mədinə şəhərində olan İmam Rızanın qohumları, bacıları, qardaşları və digər qohumları gəlirlər İmam Rızanın ziyarətinə gəlmək istəyirlər və bu zaman artıq gəlib yol boyu bunlar yığışdıqda gəlib Xorasanda, yəni sərhədə gəlib çatana qədər 15.000 artıq insan var idi onların içərisində. Və məmun bu sözü eşitdi və əmr etdi ki, onlar hamısını qırın. Bəli, o zaman bütün onun qohumları, İmam Rızanın qohumları demək olar ki, şəhadətə yetdi və onlardan bəziləri, çoxları qaçıb qutara bildi və müəyyən insanlar onları gizlədə bildilər və bugün də Azərbaycan torpağında məskunlaşan seyidlər, övliyalar demək olar ki, İmam Rızanın o qaçı-qaçlı olan deməli balaları, nəvələri, qohumlarıdır. Və bu zaman İmam Rızanın bacısı da Məsumə xanım da orada olur və onun ətrafındakılar şəhadətə yetdikdən sonra o çox zəifləyir və deyir ki, bu yaxında hansı şəhərdir ki, mən gedim orada, yəni həyatımın sonunu yaşayayım. Gəlir indiki Məşəd Qum şəhərində, yaxında Qum şəhəri olur, gəlir bir müddətdən sonra o xəstələnərək şəhadətə yetir. İndi mənim sözümü canı odur ki, bizim 12 imamımız var. Allah Teala ruhları bizlərə kömək olsun və bu 12 imamın 11-i demək olar ki, şəhadətə yetmiş şəhidlərdilər və Quranda Mömin surəsi, yəni Qafur surəsində 54-cü ayədə, Nəhl surəsində, Mürsələt surəsində belə buyurulur. Peyğəmbər və onun möminləri, şəhidləri məşər günü hər bir müsəlmana şahidlik eləyəcəklər. 3 dənə ayə var. Bu 3 ayədə təkrarlanır ki, həqiqətən də o şəhidlər, məsumlar, onlara məsum da deyirlər. Məsum imamlarımız bizə Peyğəmbərimizlə birlikdə necə hər ümmətinə, hər Peyğəmbər şahidlik etdiyi kimi, Peyğəmbərimizin də bildiyimiz kimi Allah Teala Livey Həmd adında bayraq ona verib ki, məhşər günü onun ümmətləri onun ətrafında yığılsın və məhşər günü Peyğəmbərimizin geyinəcəklər, imamlar dayanacaqlar və bizə şahidlik edəcəklər. Bizdən soruşacaqlar.